Səbirli kəndində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlər çərçivəsində Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində içməli su layihəsi icra olunub. Layihənin başa çatması münasibəti ilə kənddə açılış mərasimi keçirilib. Tədbirdə Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev və kənd sakinləri iştirak ediblər. Bildirilib ki, 2-ci Ərəbcəbirli kəndində 1384 nəfər əhali yaşayır. Kənd daxilində quraşdırılmış ictimai bulaqlar vasitəsilə əhalinin suya əlçatanlığı təmin edilirdi. Sakinlərin mərkəzləşdirilmiş su təchizatının yaradılması məqsədi ilə regional su meliorasiya xidmətinin daxili imkanları hesabına kənddə su şəbəkəsi çəkilib. Bununla da kənd əhalisinin mərkəzləşdirilmiş su təchizatı Göyçay şəhərinin mövcud və dayanıqlı su infrastrukturuna qoşulmaqla təmin edilib. Göyçay şəhərinin mövcud su təchizatı sisteminin imkanlarından istifadə olunmaqla kənd daxili paylayıcı şəbəkə inşa edilmişdir. Layihə çərçivəsində diametri 63, 40, 32 mm olan borulardan istifadə edilməklə ümumi uzunluğu 8,5 km olan su şəbəkəsi çəkilib və 317 abonentə fərdi birləşmə təmin olunmuşdur. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və suyun qənaətlə istifadə edilməsi üçün abonentlər üçün su sayğacları təchiz edilmişdir. Kənd sakinləri bugün əlamətlər adlandıraraq həyata keçirilən layihənin içməli suya olan tələbatlarının ödənilməsində mühüm rol oynadığını qeyd edirlər. Susuz heç bir şey olmur. Sadəcə bir yerdən ayıq suyu gəlirdi, çöl suyu da sahələr suvarmaq üçün. O da elə bir ki, indiki şəraitlər ki, su elə bir ki, içmək üçün yararsızdır, tam yararsız idi. Cəmaat pulla deyib alırdılar, maşına 30 manata, 25 manata. Yox, su çox gözəldir, yaxşı əhəmiyyəti oldu, böyükdür, cəmaatın narazılığı yoxdur, su bahayədə. Mən bu kənddə yaşayıram, 65 yaşım var. Həmişə burada su bir nömrə problem olur. İndi şükür Allaha suyumuz var, içməli suyla təmin olunmuşuq. İndi şotiklər də qoyulur. Qeyd edək ki, Göyçay rayonunda ümumi 23 kənddə su təchizatı xidmət göstərir. Bununla yanaşı 18 kəndə modul tipli su təmizləyici qurğular vasitəsilə xidmət olunur. Göyçay rayonu üzrə xidmət olunan abonent sayı 11958-dir. Hazırki layihə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair milli strategiyanın hədəf və məqsədlərinə nail olunması üçün tədbirlər proqramının icrası çərçivəsində həyata keçirilir. Layihənin davamı olaraq cari ildə Göyçay rayonunda daha bir kəndin mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması işlərinə başlanılacaq.